danışan kişi. Əlvan danışsın, yaxşı. Buyur Əlvan, sən eşidirəm. Mən deyirəm ki, uşağın neçə yaşı var? Uşağın 2 yaş yarımdır. Ana pis ola bilər. Amma 2 yaş yarımlıq uşağı anadan ayırmaq günah deyilmi? Ana pisdir. Mən ümumiyyətlə buradan bütün xanımlarımıza, qızlarımıza deyirəm Aynurun timsalında. Ay xanımlar, ay qızlarımız. Siz ər evindən narazısınızsa, ərdən narazısınız. Mən demirəm, siz orada işgəncə gördüyünə orada qalmayın. Çünki siz bu həyata bir dəfə gəlirsiniz. Döyülmək üçün, söyülmək üçün, əzilmək üçün gəlməmisiniz. Amma gedəcəyiniz yer ananızın evidir. Yaxınlarınızın evidir. Və yaxud da ki, bugün kimin yanına gəldiniz? Xoş qədəmin, mənim yanıma. Qaynata da deyir ki, mənim gəlinimə, əgər mən pis idimsə, oğlum pis idisə, onun gedəcəyi ünvan anasının yanıydı. Haqqı var da. Buyur. Bəli, atam nə deyirsə Xoşqədəm xanım çox düzgün danışır, düz deyir. Hansı xalası oğludur? Mən tanımadığım xalası oğlu. Heç görməmsən o xalı. Onu... İcazə ver oğlun danışsın. Ata sən... İcazə ver oğlun danışsın. Aha. Onu halbuki mən görməmişəm, amma yeznələriyə mən görməmişəm. Vurtut bunun bir dənə dayısını tanıyıram, bir də onun yaxşı, Əlvan, oğlanlarını tanıyıram. Neçə il idi bu qadınla bir yerdə yaşayırsan? Ondan artıq 4-5 il olar. Bu 4-5 ildə bunun hansısa bir səhvini tuttun mu? Onun hansısa bir səhvi... Düzün deyə amma mən. Mənim bu vəziyyət düzün deyirəm. Bu vəziyyətə, bu yerə gəlib çıxmağın səbəbkarı bir nömrəli bir adam var. O da onun anasıdır. Adətən həmişə belə olur, həmişə belə olur. Analar elə bilir qızlarını xoşbəxt eləyəcək, amma onların bədbəxtliyinə imza atır. Bədbəxtliyinə imza atırsa xeyir ola bu günlərim hansızla gəlib nəysə uşaq istəyir mən, hansı şərait istəyir? Yox, şəraitlə razıyam. O şəraitdə, o vəziyyətdə uşaq yaşaya bilməz. Mən nə deyin, çıxıblar, indi məqsəd nədir? Amma deyən, amma... Dedi də, narazı deyiləm, mənim vəziyyətim... Bəli, narazıyam. Sən bugün, o haqda dediyin qadın ki var ha, o qadının bir uşağı var, o uşağı da sahib çıxırsan, o uşağı deyil. İşte o məndən çıxdısa hələ, mən o polnu ixtiyarım çatır ki, ona o söz deməm. Səndən çıxıb, amma onun uşağı var, sabahları sənin burada dediyin sözlər o uşağa qarşı istifadə ediləcək. O uşağa qarşı ola bilməz, o uşağın bir dəqiqə, fikirlərinə diqqətli ol. Mənim qardaşım, ay əzizim, ay qardaş, planın nədir? Bir dəqiqə, üzr istəyirəm. Xahiş edirəm, bu ağır ittiham deyəm, mənim əzizim. Evdə, deyirsən ki, evdə namusu qeyrəti varsa, evdən çıxmamalıdır. İnsan 7 canlı deyil, mənim əzizim. Qulaq az qardaş bax. Bir dəfə gəlir həyata insan. İnsan xoş olmayan yerdə, döyülən, əzilən yerdə qalmamalıdır, mənim əzizim. Sən əgər buna şiddət göstərəcəksənsə, sənin ixtiyarın yoxdur deyəsən ki, sən burada qalmışsansa, burada da öyle deyil. Qardaş, tanımadın hansısa bəri bax, hep yoldaşın xalası oğluna geçsək, onu bir kişi kimi qəbul eləyərsən. Bəs açıqla da, bəs xanım... Eləyərsən onu, dil eləyərəm. Bəs qulaq az qardaş. Mən eləmirəm, mən... Bir dəqiqə, Əlvan, əgər qaçıbsa... Bir dəqiqə, bircə dəqiqə rüfət bəy. Bircə saniyə, Əlvan, əgər bir qadın gedib başqasının yanına yox, öz xalasının, bibisinin, əmisinin, dayısının evinə gedirsə... Gəldi, apardı hələ. Gəl bura. Ana nənəm rəhmətə getdi, ana nənəm. Atam gel hamı yığışdı, getdi onun yerinə. Anası gəlib dayısı oğlu ölməyib, nə də dayısı, nə də ki mən. Subut da eləyə bilərəm. Gəldi, yığdı, apardı, bunlara zəng elə. Mazək gəldi üçün, gəlinimiz zəng elədi ki, Xoşqədəm xanım, anamcıl qonaq gəlmişdilər. Mən dedim, bezmişəm bunların əlinə, götürməsin məni. Dinləmirsinizsə, bu veriliş, bu da siz. Məni təhdid eləmə, məni təhdid eləmə. Axıra kimi. Anası gəlib, yığdı, apardı. Bunlara zəng elədim, haradasınız? Bərdiyə çata-çatda bunların. Dedilər ki, dedi mən, sən nəyə görə aparmışsan mənim yoldaşıma? Yalasından, xalası oğlunun, bax, ölməyib, zəng eləsin, qoşulsun desin. Mustafa qoşulsun da, Mustafa niyə dirə qoşulsun? Gedək orada subut da eləyə bilərim, çəkilişlə. Xalası oğlunu anladık ki, yezindən dedi ki, ged Aynur'u göt gəl.
Mən işdən çıxan kimi Aynuru gedib sizdən götürüb gələcəm. Mən balama görə. Yığ Mustafanı verin mənə telefonu. Mustafanı yığın. Gör nə, Xoşqədəm xanım, bir axıra kimi. Qulaq asır da sözünü. Mən Bərvan, mən balama görə durdum, getdim bunların qapısına təkcə. Beyləqandan getdim Bərdiyə, getdim. Mənə uşaq Bərbax heç evlərinə yaxın boşlamadı. Atamı, anamı göndərdim ki, balamız var. Olmaz. Mən getdim. O elə dedi deyə dözmədim. Balamı götürdüm, getdim. Amma büyücü günü yenə də döydün. Yenə də həmin şeylər təkrarlandı. Sıxdım başımı gördüm, qaçdım. İnandım sən. Sən orada hanalarsan sən dəfələrlə mənə söz vermişsən ki, sən döyməyəcəm, incitməyəcəm. Ağlamsan, özünü artistiyə qoymuşsan. Amma yenə də Bir Ayt xanım, icazə ver danışsın. bəsdir ta. İcazə ver Aynur, icazə ver. Məncə qutardı. Ölərəm ki də sənlə bir yerə gəlmərəm. Всё, neylə sən də. Sən istəyirsən ki, mən burada söyləyəm. Aynur, sən icazə verəcəksən, mikrofonu alacağım sənin əlindən. Alacağım mikrofonu. Gör nə deyirəm, Xoşqədəm xanım, mənim o adlı heç nəyim yoxdur hələ, eşitsən? Mənim evimdən gedəndə o adlı heç nəyim yoxdur, ona da veriləsi mənim balam yoxdur, eşitsən? Yox, birinci, dedim fikrini. Yox, bəx dedim. Fikrini dedin. Fikrimi, yox, yekunu deyim, Yekunu de. Bax, yekun nədir? Bəx dediyim kimi, uşaq o aniyə verirlər ki, o şərətdə yerə yox. O aniyə verirlər ki, onun bir gəliri ola. Mənim uşağım Bərbağa məndən istəyib, aparıb oraya qoy. Başqa sözüm var. İndi mən sənə deyim. Sözüm budur, axırıncı sözüm budur. Biz büyünlük buradayıq. Bizi heşim narahat edib çağırmasın, onlarla da bizi tutardı. Sən atanın adından birinci danışma. Xalasoğlu, onu aparan. Demir Xalasoğlu, Xalasoğlu getməli. Əlvan, icazə verirsən mənə? Əvvəla sənə mən bir dənə vəkil oturub burada. Vəkil görürsən sizin məsələnizdə susur. Çox təəssüf edirəm ki, Sehran bəy susaraq. Bir dəqiqə. Bayaqdan indi kimsə söz desəydi, siz qalxardınız burada, hamını öldürərdiniz ki, Gülxanıma heç kəs söz Gülxanımı müdafiə edirsən. Amma siz onu Gülxanımın eləmədiniz. yanından bir vəkil olaraq həqiqətən mən şokdayım. Bəli. Valla. Ata deyir ki, mən uşağı vermərəm. Sənə xatırladım ki, bunu vəkil xatırlatmalıydı. Mən sənə xatırladım. Nə sən, nə ana, heç biriniz uşaq mənimdir, mən vermərəm deyə bilməzsiniz. Uşağın kimdə olmasına qərarı verən məhkəmədir, qanundur. Ona görə mən səndən burada bu məsələdə xatırladım ki, sən mənəm deyəndə gözünün önünə məhkəmələri gətir, qanunu gətir, az yaşlı uşaq, amma uşaq kimdə olmalıdır, sənin sübutun olacaqmı ki, və sənə iki şey də deyim, bunu da bil, vəkil deməlidir, mən deyirəm, indi mən də o boyda hüququ bitirmişəm, özdə gedib orada diplom almaq xatirinə oturmamışam ki, adımın bir dənəndə hüquq olsun. Oxumuşam, yox demirsiniz siz. Mən gözləyirdim, qalxıb ayağa deyəcəksiniz, Gülxanımı müdafiə etdiyiniz kimi. Anadan hansı halda uşaq alına bilər? Davranışlarında, əxlaqında problem olarsa və ya psixoloji problemi olarsa. Fakt yoxdur, qardaş. Heç bir fakt yoxdur ayında. Sən sadəcə şəhvətən əməşsən burada. Əyləşin. Rizvan kişi, mən düz danışıram, mən qanundan danışıram. Ay Rizvan kişi, bax, mən mərən deyiləm, məhkəməyə verirsə, anası verir, gəl bura. Gəl. Az fakt Gəl, olsa. Mustafa bağlanır efirə, gəl. Hamı sən hələ, sübut edəcəksən, fakt yoxdur. Sən bunları barışdırmağa çalış, boşandırmağa çalışma. Əzizim, Əgər faktın yoxsa, faktın məhkəmədə qoyacaqsan. Faktın, çalış da çalış. Hədə, bəs icazə ver də. Niyə icazə vermirsən? Sən əlində fakt varsa, xoşdum xanım, fakt varsa, uşaq sənə veriləcək onsuz. Amma yoxsa barışdır da bunları. Yəni, əgər fakt yoxsa barışır. Rizvan kişi, bir dəqiqə. Mən sənə qanunu dedim. Faktın varsa, qələbə sənindir. Bu qədər. Mustafa'nı bağlayın. Mustafa, niyə bağlanmırsan efirə? Niyə bağlanmırsan Mustafa? Sən əgər də belə bir şey yoxdursa, bu qadını niyə görə pis vəziyyətdə qoyursan? Çıx ortaya, de. Hamısı, bax, onun əlindədir. Nə tərki, danışıb, gəlib, bunu götürüb ayırına. Aydındır. Bax, o özü də gətirəcək. Əlvan, mən sənə söz verirəm. Mustafa... Xoşqədəm xanım, mən ondan balasını almamışam, nə də ayırmamışam. Onu
Xalası oğluna getdi, xalası oğlu. Getməyə başqa yeri yox idi. Bəs Nə qədər? o- Hara getsin? Anası qovur da evdən. Sən döyürsən, söyürsən, hara getsin? Anası qoymur. Deyir gəlmə evə. Mən getmişəm işimə. Ha, xalası oğlu hardan bilsə sən? Ayda gəl bir dəqiqə sakitlik yaradan Mustafa ilə Səni bağlantısı onu sübut edə bilər. Doktorlarımızın, Sevinç xanım gəlin bura zəhmət olmasa. Lütfen sakitlik. İzləyək. Əzələlərindəki o spazm, gərginlik, ənsəsini sıxaraq şiddətli baş ağrısı verir. Biz bugün kardioqramada eləyəcəyik. Həm stresə görə, həm ənsə sinirlərinin müalicəsinə yönəlik, həm də ki, artıq təzyiqi kardioqrama edərək təzyiqini də gündəlik kontrol altına alacağıq.